Geçen mövzularımızda skalyoz deformasiyası hakkında geniş məlumat vermişdik. Bugün bu skalyozun içərisində bir qol olaraq izah etmək istəyərəm ki, bu korset seçənəklərində hansı növ korsetlərimiz var? Şeno korseti tamamdır, amma şeno korsetində bir çox növləri var. Yəni bunlar içərisində şeno tayplar var. Bunlar biraz şenonun daha da genişdirilmiş formalarıdır. Ölçü götürülmə texniki olaraq iki yerə bölünür. Bir alçılama üsulu ilə ölçülərin alınması, bir də yeni texnologiya olaraq 3D scan olunur bədən, yəni bədəndən alçı vurulmadan ölçülərin götürülməsidir. Bunu götürdükdən sonra biz özel olaraq bilgisayarda çalışmalar eləyirik. Gəlişən dəyişiklikləri model üzərində etdikdən sonra bunu göndəririk CNC cihazımıza. CNC cihaz vasitəsilə qəliblər yoğunulur, forma verilir, daha sonra termoplastik materialdan korsetlərimiz hazırlanır və pasiyentə tətbiq olunur. Gördüyünüz bu pasiyent üzərində hazırladığımız korse 3D scan üzərində hazırlanmış korsedi. Əziz pasiyentlər, sizə ən böyük tövsiyələrimdən biri odur ki, skalyozlu evladlarınızda gördüyünüz zaman vaxtında müdaxilə edin ki, sonra gecikmiş skalyoza çevrilməsin və gətirib bu cərrahi müdaxiləyə gətirib çıxartmasın.